Xanım, necəsiz? Qızımın başı belə partlayıb, belə balaca bayaqlayla dərd olmuşam. Küncünə dəyib, şkafın küncünə dəyib. Qaçmışam aptekə, bu zot kimi belə məhlullu betadin. Onunla silmişəm, təmizləmişəm, pamuk qoyub bintlə doladım, bağladım da. Yəni ki, şükür qan axması zadı yoxdur elə də. Ağrısı zadı da yoxdur. Bu yaranın tez bitişməyinə görə dedim, Koreni mən eşitmişdim. O gün siz paylaşmışdınız, qrupda da gördüm Korena bağlı paylaşımlarda. Yəni Koren yaranı sağaldır, yoxsa həm də bitişdirici onun təsiri. İnanırsınız bu vəziyyət yarandı. İnanırsınız həqiqətən o anda o panikada nə edəcəyimi bilmirdim həqiqətən. Keçən dəfə qrupda olan paylaşımlarda görmüşdüm ki, var idi orada nəticələr ki, yara belə vəziyyətdə Koren çox kömək edir. Yəni ona görə sizə yazıb soruşdum. Yəni dediyiniz kimi inanırsınız elə Koreni bol-bol pambuğa hopdurub, yəni tampon şəklində o yaranı təmizlədim, çaytikan yağını üstünə yəni töküb sarıdım, eləcə də yatızdırdım elə. İndi inanırsınız elə durub, elə indi çəkib atmışam onu sizə. Hətta hələ bir sutka deyil, yəni baş verib hadisə, amma həqiqətən də yəni bu görüntü həqiqətən məni çox sevindirdi ki, yəni ki, yuxarı hissədən biraz artıq quruyur, bağlamaq istəyir. Yara artıq bağlanmağa doğru gedir də. Yəni şükür Allah qanzat heç bir qanama zad olmur. Yəni saçları belə dolaşmışdı yaraya. Mən o saçları qopardıqda fikirləşdim ki, bəlkə də qanayacaq, təzədən qan axma zad ola bilər. Amma şükür Allah ki, saçını da yəni qopartdım yavaş-yavaş, amma yapışan yerlər. Amma şükür Allah heç bir qanama zad da olmadı. Yəni şükür Allah ki, yaxşılığa doğru gedir. Yəni həqiqətən də bu məhz ola bir möcüzədir.